Dünyada bir çox gizem var, amma bir gizem var ki, bu ilandır. Bəli, bugün sizə ilanlar danışacağım. Adı Şahmeran. Bədəni ilan olub, başı insan olan, insanoğlunun ən böyüyü olan adı Şahmeran. Bugün sizə Şahmeranın və onun başından keçən bütün əhvalatı, qısacası hekayəsini danışacağım. Onu görən kəndlilər belə onu bədəninin ilan və başının insan olduğunu deyirdilər. Bu videonun sahibi olan Tuncer Gizem Avcısından da özür dilerim. Çünki mən bunu düzəldə bilmədim və onun üçün də belə bir şeyə baş vurdum. Nəysə, qısacası keçək videomuza və burada bir söz deyim sizə. Əgər ağlınızdan ilan keçirdinizsə, bu ilanı ağlınızdan silin. Çünki bu ilan çox böyük bir ilandır. İlanların şahıdır və ilanların baş tacıdır Şahmeran. Günlərin bir günü bir kənddə Cevşad adlı bir oğlan var idi və sakin bir kənddə yaşayırdılar. Cevşad dostları ilə birlikdə bir quyudan bal almağa gedirdilər və o Cevşad və dostu çox kasıb idilər. Hətta evləri samandan idi. Dostları 3 dostu ilə birlikdə bala gedirdilər və dərkən bir quyuya rast gəldilər. Bu quyunun içində çoxlu bal var idi və balı əlinə aldıqlarında bu qədər balın çox bir pul olacağını dedilər. Və aralarında bir söhbət keçdi. Bu söhbətdə üçü də iştirak edəcəkdi. Deməli, söhbət belə idi. Ballar çox varlı idi və balı götürüb satdıqda qəşəng pul qazanacaqlar idi. 3 adam aralarında qəşəng bir plan qurdular. Cevşadı ip ilə aşağı sarkıdacaqdılar və onları oradan alacaqdılar. Lakin dostları bunu eləmədilər və Cevşadı orada tək buraxdılar və balları götürüb qaçdılar. Cevşad orada nə qədər bağırsa da insanlara öz səsini duyura bilmədi. Və günlər keçdi, aylar keçdi. Günlərin bir günü bir akrep, yəni xərçəng, bir delik açıb oradan gəldi. Cevşad bıçağını götürdü və dərkən xərçəngin keçdiyi yoldan bir işıq gəldi və bu işığı Cevşad genişlədib içəri girdi. İçəridə yap-yaşıl bir meşə çıxdı və oranı böyüdüb içindən Cevşad keçdi. Və orası bir meşəyə çıxırdı. Cevşad meşənin içi ilə yavaş-yavaş gedirdi və otluqların arası ilə gedərkən ayaqyalın idi. Deyərkən o yerə çatdı. Şahmeranın evi. Ətrafı hovuzlarla dolu idi və hər tərəfində ilanlar var idi. İlanlar yanından keçirdi, lakin ona toxunmurdu. Deyərkən onunla tanışdı. Bədəni ilan olan və başı insan olan insanoğlunun ən çox qorxduğu və bəziləri insanı gördüyü adı olan Şahmeran. Və dedi, ey insanoğlu, onlardan qorxma, ilanlar sənə toxunmayacaq. De görüm, başından keçən əhvalatı danış. Ona danışmazdan öncə Şahmeran o insana dedi, sən mənim misafirimsən, yəni ki, dostumsan, buyur. Və ona yemək verdi. Şahmeran dedi, nə olub sənə? Və Cevşad isə başından keçən hər şeyi ona danışdı. Və ilanlar isə ona toxunmurdu və ona dedi, ilanlardan qorxma, heç nə olmaz. Aralarındakı söhbət çox-çox ucadı və zamanın keçdiyini Cevşad heç bilmədi. Zaman çox-çox keçirdi. Cevşad bunu heç bilmirdi və ilanlarına bir gün dedi,
Ey Şahmeran, mən getmək istəyirəm. Şahmeran dedi, niyə? Cevşat bəy isə bu cavabı verdi. Mən sənin yanında qaldım, ailəm isə məni özlədi. Mən getmək istəyirəm, məni burax. Şahmeran ona bir söz verməsini istədi. Onu göndərəcəkdi, lakin bir şərti var idi. Buradan gedəndə onu gördüyünü heç bir yerdə deməməli idi və həyatı boyu heç bir hamama girməməli idi. Cevşat bunu qəbul etdi və ilanlara getdi. Şahmeran ilanlara bir söz verdi. Ey ilanlar, Cevşatı quyudan çıxardın. Və Cevşat quyudan çıxdı və köyünə doğru getdi. Evinə çatdı və qapını döydü. İçəri girdikdə hamı onun nə olduğunu dedi. Amma o isə əhvalatını heç kimə danışa bilməzdi. Çünki Şahmerana söz vermişdi. Və təbii ki, o quyudan da onları atan dostlarından çox böyük bir. Günlərin bir günündə kəndin şahı çox pis xəstəliyə yoluxar və bunun üçün isə bütün kəndlilərlə ona yemək aparar. Bunun əlacını tapmaq istəyən şahın əli, yəni ki, vəzir ona büyük kitablarını qarışdırarkən orada bir büyü tapdı. Büyüdə belə yazırdı. Əgər şahın xəstəliyinin aparılması üçün, şahın və yaxud da düzəlməsi üçün Şahmeranın ətini şaha yedirməli idi. Və bunun üçün isə bütün kəndlilərə deyildi. Əgər Şahmeranı kim görübsə, onun əlində pullar olacağını dedi. Və bütün kəndlilərə sarayda xəbər gəldi. Kimin əlində pul varsa, onun Şahmeranı gördüyünü olunmalı idi. Lakin heç bir yerdə heç bir şey deyilmədi. Heç bir kəndli heç bir ağzını açmadı. Şahmeranı görənlərin belə pulları olacaqdı. Ona görə də vəzir adamlara dedi, gedin səs-küy salın, insanları yığın. Lakin bunu eşidən Cevşat çox tedirgin oldu. Çünki bütün kəndlilərin əlinə baxılacaqdı. O qaça da bilməzdi. O şübhəli görsənəcəkdi. Gün çatdı və onu saraya apardılar. Əlinə baxdıqda onun Şahmeran gördüyünü dedilər və ona dedilər, ey insan, əgər sağ qalmağını istəyirsənsə, Şahmeranın yerini bizə deməlisən. Əks halda olacaqları göz aramalısan. Cevşat Şahmeranın quyusunu dedi və bu sayədə onu Şahmeranı tutulmaz bir vəziyyətdə tutub saraya apardılar. Artıq Şahmeranın yeri vəzirin əlində idi. Onu tutdular və aparmağa çalışdılar. Bu zaman ilanlar ancaq səs-küy saldılar. İstəsə, bütün ilanlar dünyaya sala bilərdi. Amma Şahmeran bunu etmədi. Çünki o Cevşatı çox istəyirdi və bunu etmək istəmədi. Çünki etsə, onun da zərər alacağını bilirdi. Gün çatdı və onu saraya aparıldı. Şahmeran vəzirə dedi, nə olar, qoy Cevşatla 10 dəqiqə danışım və ona deyəcəklərim var. Vəzir bununla razılaşdı və 10 dəqiqə onlarla danışmaq icazə verdi. Şahmeran Cevşata dedi, mənim ətimi 3 qazana böldür. Birinci qazanı şaha ver, şah sağalacaq. İkinci qazanı özün iç. Tıpkı bir qəşəng ağla sahib olasan və üçüncü qazanı isə vəzirə ver. Bunu eşidən Cevşat onu elədi və vaxt çatdı və Şahmeranın öldürüldüyü yer və zaman gəldi. Və bunun kəsildiyi yer isə Türkiyədə bir yerdir. Və buna eşidən şah öz dərmanını içdi və sağaldı. İkincisini isə şah içdi, sağaldı. Birincisini şah içdi, sağaldı və ikincisini isə vəzir içdi, öldü.
üçüncüsünü içən Cevşad isə tıpqı bir yaxşı bir şəkildə içdi və sağaldı və Lokman həkimə yarandı. Bəli, Lokman həkim buradadır. Bu sayədə yarandı. Bəs yer altındakı ilanlara nə oldu? Onu fikirləşirsinizsə, yadınızdadırsa, mən demişdim. Şahmeran getməzdən öncə ilanlara dedi ki, mən toya gedəcəm. Və nə olursa olsun, bir ilan gördükdə Şahmeranı ağzınıza almayın. Nə olar, nə olmaz. Yer üzündə nə qədər toy olursa, ilanlar bunu Şahmeranın gələcəyini bilirdilər. Sağ olun. Mən Niplex.